Danışmaya davam edirsiniz dəyərli izləyicilər. Orada bir kənd var layihəsindən danışdıq. Təbii ki, bölgələrimizə olan maraqdan, diqqətdən, turizmin cəlbindən danışdıq və ölkəmizdəki turizm potensialından danışırıq. Ölkəmizə gələn ən çox turistlərin marağına səbəb olan, elə bizim özümüzün də illərdir sirri, mifologiyası bitməyən Qobustan qayaları haqqında sizə sujetimiz olacaq. 6000-dən çox qayaüstü rəsmin yer aldığı Qobustan qayalarına getmək, oranı görmək və sanki keçmişə, tarixə bir səyahət eləmək hər birimizi sevirik və təbii ki, ölkəmizə gələn turistlərin də ən çox diqqət çəkdiyi məqamlardan biridir. Xüsusilə vurğulamaq lazımdır ki, Qobustan milli, tarixi, bədii qoruğu yenidən bərpa olunur və turistlərimizin rahat bir şəkildə o tarixi abidələr, hansı ki, o dedi qayaüstü rəsmlər var ki, bunları görmək, qaval daşından o səsini duymaq, bax, bütün bunların hər biri turistlər üçün, yerli sakinlərimiz üçün tam olaraq rahat bir şəkildədir. Biz sujeti təqdim edəcəyik və təbii ki, burada həmin o ölkədə olan turistlərin də fikirləri var və onun ardınca yenə də hansı saatlarda gedə bilərsiniz, hansı məqamlarda Qobustan sizin üzünüzə açıq olacaq, bax, bu barədə də məlumatı diqqətinizə çatdıracaq. Qobustandan danışırıq. Gəlin, izləyək. 2025-ci ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb. Bu artımın içində mədəni tarixi turizm marşrutlarına üstünlük verənlərin sayı getdikcə çoxalır. Ən çox ziyarət olunan marşrutlardan biri isə məhz Qobustan Dövlət Tarixi Bədii Qoruğudur. Qobustan ölkəmizin ən çox ziyarətçi qəbul edən məkanları sırasında ilk yerlərdən birini tutur. Son zamanlar qoruğa maraq daha da artıb. Qobustan abidələrinin sosial platformalarda, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrində təbliği də bu artıma müsbət təsir göstərir. Statistik göstəricilər ziyarətçi sayında artım dinamikasını əks etdirir. Belə ki, 2023-cü ildə qoruğa gələn ümumi ziyarətçi sayı 110 minə yaxın idisə, 2024-cü ildə bu göstərici 71,47% artaraq 190 minə yaxın olub. Bu ildə ziyarətçi sayında artım müşahidə olunur. Biz Hindistandan gəlmişik. Tarix quru faktlarla deyil, hisslərlə danışır burada. Bələdçilər sadəcə məlumat vermir, sizi o dövrə aparır. Bu səfərimdə Qobustan ən yadda qalan məkan oldu. Mən qədim sənətə maraqlıyam, amma Qobustan məni heyrətə gətirdi. Bu təsvirlər çox güclü və emosionaldır. Qədim insanlar haqqında heç bir yazı bu qədər təsirli ola bilməzdi. Onların həyatını sanki burada hiss etdim. Gəldiyimə görə çox xoşbəxtəm. Qobustan haqqında əvvəllər eşitmişdim. Amma canlı görmək tamam fərqli bir duyğudur. Daşların üzərindəki rəsmlər insanın susaraq nə qədər şey danışa biləcəyini sübut edir. Mənim bura ilk səfərim idi və çox xoşuma gəldi. Qobustan qayaüstü təsvirlərinin xronoloji çərçivəsi üst paleolitin sonlarından başlayaraq orta əsrlərə qədər uzanır. Təsvirlərin ən qədimləri eramızdan əvvəl 12-ci, 15-ci minilliklərə aiddir. Qoruqda 7000-ə yaxın petroqlif, yəni daş üzərində həkk olunmuş rəsmlər var. Bu rəsmlərdə ov, ailə, ibadət, ritual rəqslər və hətta ulduz simvolları təsvir olunmuşdur. Bu təsvirlər sayəsində qədim insanın düşüncə tərzini və dünya görüşünü anlamaq mümkündür. Avropada çoxlu tarixi yerlər görmüşəm, amma Qobustan tamam başqa bir dünyadır. Burada təbiətlə insan ifadəsi arasında inanılmaz bir əlaqə var. Muzey isə gördüklərimizə böyük anlam qatdı. Dostlarıma bu yer haqqında mütləq danışacağam.
Mən qayıq təsvirlərinə baxanda çox həyəcanlandım. Bu o deməkdir ki, bu insanlar nəinki ovlayırdılar, həm də uzağa getmək, öyrənmək istəyirdilər. Qoruğun tərkib hissəsi olan muzey binası bu daş xəzinənin müasir yaddaşıdır. Burada dünya əhəmiyyətli arxeoloji və mədəni irs nümunələri qorunur, öyrənilir və gələcək nəsillərə çatdırılır. Ziyarətçilərin rahatlığı üçün interaktiv bələdçilik sistemi qurulub. Gələn turistlərə sadəcə baxmaq yox, maariflənmə imkanı da yaradılır. Xaricdən gəlmişəm, dedim ki, gəlmişkən mən özüm də görməliyəm. Çox maraqlıdır. Bunlar da yeni qurulub deyənə, həm dostlarım hər zaman paylaşırdı Instagramda, sosial medialarda. Çox maraqlıdır. Yəni daha çox birinci bilgilərini alırıq. İndi də dağa çıxıb baxacağıq, görək. O təəssüratların burada aldığımız orada necə olacaq. Mən tarixi yerləri sevirəm, amma Qobustan bu sevgini yeni mərhələyə daşıdı. Ən çox qaval daş xoşuma gəldi. Səsi hələ də qulağımdadır. Buradan çox dolu və düşünərək ayrılıram. Xarici media orqanlarında, turizm platformalarında, sosial şəbəkələrdə Qobustana dair paylaşımlar artmaqdadır. Qobustan artıq təkcə Azərbaycanın deyil, regionun tanınan arxeoloji brendlərindən biridir. Qobustan Milli Tarix Bədii Qoruğundan danışdıq. Müxbirimiz Məleykə xanıma təşəkkürlər, operatorumuza sonsuz təşəkkürlər. Ən gözəl, ən vacib məqamların hər birini bizə söylədilər və orada olan xarici turistlərlə ünsiyyət, onların fikirləri də doğrudan da Qobustanımızın milli tarix və bədiliyinin qoruduğunun şahidi oluruq və müasirləşən bizim Qobustan Milli Tarix Bədii Qoruğuna üst tuta bilərsiniz. Övladlarınızı aparın. Xüsusilə vurğulayım ki, həftənin hər günü 7 gün ərzində saat 10-dan 17-yə qədər ümumilikdə 10-dan 18-ə qədər açırdı. Amma 17:00-dan etibarən artıq ekspozisiya bölümü bağlandığından ona görə də 10-dan 17-yə qədər getməyinizi tövsiyə edə bilərdik. Sizə ətraflı məlumat üçün təbii ki, özünüz maraqlana bilərsiniz. Biletlərlə bağlı və Qobustana üst tuta bilərsiniz. Orada bizim tariximiz yatır.